Xoş gördük, hörmətli izləyicilər. Sizə mayın 22-sinə olan hava haqqında məlumatı təqdim edirik. Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəzlənəcək. Temperatur gecə 15-17 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava yağmursuz olacaq, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək, şərq küləyi əsəcək. Temperatur gecə 14-18 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq. Hava məlumatını dinlədiniz dəyərli izləyicilər. Hələlik.